Salam, mən bugün sizə Əli Kərimin Qaytar ana borcunu şeirinin həm təhlilini, həm də oxusunu verəcəm. İlk öncə əsərin təhlili ilə başlayaq ki, daha sonra hansı hissələrə daha çox diqqətlə yanaşmalıyıq, bunu bilmiş olaq. Başlayaq. Həyata əks etdirmə növü lirik növdədir. Qaytar ana borcunu əsərini deməli, həyata əks etdirmə növü lirik növdədir. Mövzusu ana-övlad münasibətləridir. İdeyası gənc nəsil xalqımıza xas olan mənəvi dəyərlərə sadiq olmalıdır. Hər bir övladın öz anasının qədrini bilməlidir. Hər bir övlad öz anasının qədrini bilməlidir. Övlad ana qarşısında öz mənəvi borcunu ödəməlidir. Deməli, ideyası nə oldu? Gənc nəsil xalqımıza xas olan mənəvi dəyərlərə sadiq olmalıdır. Həmçinin hər bir övlad öz anasının qədrini bilməlidir. Övlad ana qarşısında öz mənəvi borcunu ödəməlidir. Daha sonra neysə alındıra bilmədim. Xətt çəkmək, çünki qələmi yoxdur deyə. Daha sonra problem oğlun ananın məktublarına cavab verməməsidir. Deməli, əsərin əsas problemi nədir? Oğlun ananın məktublarına cavab verməməsidir. Sujetli lirikadır. Sujetli lirika, belə deyək, sujetli lirika deyəndə nə başa düşürük? Yəni, belə deyək, hadisənin bir gedişatı var, hadisənin biz axırını görə bilirik, əvvəlini görə bilirik, belə deyək. Müəyyən bir hadisələrin davamı var, cərəyanı var, yəni hadisələrin cərəyan etdiyi bir ardıcıllıq var, belə deyək. Daha sonra həyat nədir? Bircə saniyə. Həyati müşahidələrə əsasən yazılmış bu əsər gənc nəsli xalqımıza xas olan mənəvi dəyərlərə sadiq olmağa səsləyir. Həyati müşahidələrə əsasən yazılmış. Deməli, şair, yazıcı bunu həyati müşahidələrinə əsasən yazıb və həyati müşahidələrinə əsasəndir yazılmış bu əsər gənc nəsli xalqımıza xas olan mənəvi dəyərlərə sadiq olmağa səsləyir. Ananın çəkdiyi əziyyətlərə yer verilir. Ananın çəkdiyi əziyyətlərə yer verilir. Daha sonra bizim bir şeirimiz var idi, ana şeiri. Hansı ana şeiriydi? Hüseyn Cavidin ana şeiriydi. Hüseyn Cavidin, yox, Cəfər Cabbarlının, çox üzürlüsən, Cəfər Cabbarlının ana şeiri var idi. Cəfər Cabbarlının ana şeirində belə deyək, ananın çəkdiyi əziyyətlərə yer verilmirdi. Amma məhz Əli Kərimin Qaytar ana borcunu əsərində isə ananın çəkdiyi əziyyətlərə yer verilir. Ərinin müharibədə öldüyünü oğluna bildirməyən ana nə saçını yolur, nə də şivənlik edir. Deməli, ərinin müharibədə öldüyünü oğluna bildirməyən ana nə saçını yolur, nə də şivənlik eləyir. Nə də ki, oğluna bunu bildirmir. Nə də ki, deyir, bunu oğluna bildirmir. Yəqin ki, o üzülməsin deyə bildirmir. Daha sonra ana obrazı təhsilə önəm verir. Ən çətin anlarda belə pis düşünmür, dərdini, kədərini başqalarına açıb göstərmir və fədakardır. Deməli, belə deyək, ana nə şübhən qoparır, nə fəryad edir, nə də ki, öz ərinin öldüyünü oğluna demir. Həmçinin təhsilə önəm verən biridir. Ən çətin anlarda belə pis düşünmür, dərdini, kədərini başqalarına açıb göstərmir. Və həmçinin fədakardır. Ana ürəyində ağlayaraq övladına gülmək öyrədir. Ana ürəyində ağlayaraq övladına gülmək öyrədir. Müharibənin əzab əziyyətinə dözə-dözə öz boğazından kəsib balasına yedizdirir. Oğul məktəbi bitirib universitetə qızıl medalla daxil olur. Deməli, ana övladını oxutdurur, öz boğazından kəsib balasına yedizdirir. Oğul məktəbi bitirib universitetə qızıl medalla hətta daxil olur. Ana Bakıya yuxularında gedir, real olaraq getmir. Yəni, əgər düşsə ki, Bakıya gedib gəlir, xeyr, yuxularında gedib gəlir. Oğlunun getdiyi 4 il olandan sonra məktubları kəsilir. Deməli, 4 ildən sonra məktublar kəsilir, tətildə də gəlmir. Oğul, ana bunda günahkar kimi tramvay və dənizi görür. Oğlunu günahlandırmır, tramvay və dənizi görür.
Oğuldan gələn məktubların sayı əvvəlcə azalır, sonra isə tamamilə kəsilir. Yəni birdən-birə kəsilmir. Getdikcə azalır, daha sonra tamamilə kəsilir. Ana oğlundan məktub almayanda onun başına bir iş gəldiyini düşünüb narahat olur. Qonşuları Çiçək, Əsmər bacı ona təsəlli verir, oğul verə bilmir. Deməli, burada həm Çiçək, həm də Əsmər bacı obrazlarına yer verilibdir. Onlar sadəcə təsəlli verə bilir, təbii ki, oğul verə bilmirlər. Məktublar Bakıya gedir, əzi yüzüyü də geri qayıdır. Ananın yazdığı məktublar da gedib oğluna çatmır. Ana bilsəydi əgər böyütməzdi oğlunu, bu fikir ananın dilindən deyil, müəllifin dilindəndir. Ana bilsəydi əgər böyütməzdi oğlunu. Bax, bu fikir məhz müəllifin dilindəndir, ananın dilindən deyil. Lakin müəllif bunu dediyinə peşman olaraq, yox, bunu yandım dedim. Yenə atmazdı onu fikrini səsləndirərək ananın təmannasız məhəbbətə malik olduğunu vurğulayır. Deməli, yox, bunu yandım dedim, yenə atmazdı onu. Sanki müəllif deyir, amma sonradan peşman olur ki, yox, əslində deyir, yenə də onu atmazdı, ana deyir, onu atmazdı və fikrini səsləndirərək ananın təmənnasız məhəbbətə malik olduğunu vurğulayır. Təmənnasız, yəni qarşılıq gözləmədən. Məktubların anasının arasının kəsilmə səbəbi oğlun ananı yaddan çıxarması idi. Aha, deməli, məktubların kəsilməsinin səbəbi nə idi? Oğlun ananı yadından çıxarması idi. Müəllif oğula haqq qazandırmır, onu qınayır. Bəli, təbii ki, burada qınanlası elə oğuldur. Oğuldan istənir ki, onun ömrünə neçə gecə, neçə günü saçının qaralığını, dilindəki şirin-şirin sözləri qaytarsın. Oğuldan deməli nə istənir? Onun ömrünə neçə gecə, neçə günü, saçının qaralığını, dilindəki şirin-şirin sözləri qaytarsın. Çox təsirli bir əsərdir, çox gözəl bir əsərdir. Oğul ananın verdiklərini qaytarsa, başına gələnlər əks olunub. Sən ki dərd verdin, sənə gülüş verənə, deyə oğul qınanılır. Deməli, oğul deyir, ananın verdiklərini qaytarsa, başına gələnlər əks olunub. Sən ki dərd verdin, sənə gülüş verənə, deyə oğul qınanılır. Oğuldan ananın borcunu qaytarmaq istənildikdə məlum olur ki, o borc elə oğlun özüdür. Əslində ana sanki belə deyək, o qara saçını istəyir, nə bilim, daha sonra şirin-şirin sözlərini istəyir, o yuxusuz qaldığı gecələri istəyir. Amma bunların hamısı sadəcə elə oğlunda cəmlənib, oğlunda təcəlli edir və buna görə də deyir ki, əslində onları istəyəndə borc elə oğlun özüdür, yəni elə oğlun özünü istəyir. Ananın hiss və həyəcanları təsirli bir dillə ifadə olunubdur. Hiss və həyəcanları təsirli bir dillə ifadə olunub. Əsərdə müəllifin anaya hörmət motivləri öz əksini tapıbdır. Anaya hörmət təbii ki, bir çox əsərlərdə var. Məsələn, Hüseyn Cavidin ana faciəsində, daha sonra Cəfər Cabbarlının ana əsərində, sonra Anamın kitabı, Cəlil Məmmədquluzadənin Anamın kitabı tragikomediyasında. Yəni bu əsərlərdə də anaya rəğbət var. Oğlun Bakıda işləyib anasına pul göndərməsi kimi məqama əsərdə yer verilmir. Bəli, burada oğul işləsin, anaya pul göndərsin, belə bir məqam yoxdur. Əsərin məzmunundan anlamaq olar ki, analar övladlarına həyatda yaşadıkları acıları bildirmir. Bəli. Daha sonra əsərdəki ana obraz övladını günahlandırmır. Bəli, onu günahlandırmır. Biz bayaq da qeyd elədik. Nəyi günahlandırır? Tramvayı, dənizi. Ana inana bilmir ki, oğlu ondan üz döndərib. Əsər nankor övlada müraciətlə bitir. Ana obrazı keçən ilin son gecəsindəki Həmidə obrazı ilə oxşar xarakterə malikdir. Bəli, əslində keçən ilin son gecəsi əsərində də Həmidə obrazı ana obrazı idi və hər nə qədər belə deyim, ona gəlib bir paçtalyon ona desə də ki, bəs belədir, elədir, sən tək qalacaqsan, övlad belə, o yenə də başlayır övladlarını müdafiə eləməyə və deyir ki, yox, yəni bir növ ümidlidir də və heç vaxt övladlarından şikayətlənmir. Bu da oxşar cəhət kimi götürülüb. Daha sonra ana baladan ötürü canını oda yaxar deyimi ilə baş obraz
obrazı səciyyələndirmək olar. Ana baladan ötürü canını oda yaxar deyimi ilə baş obrazı səciyyələndirmək olar. Övladlarının təhsilli olması elmə, biliyə, bacarığa dəyər verdiyini sübut edir. Qonşuları ilə münasibətləri yaxşı idi. Övladlarına təmənnasız sevgi ilə münasibət göstərirdilər. Yəni hər ikisinin ortaq cəhətləri və burada da deyib ki, qonşuları ilə münasibətləri xaric digər xüsusiyyətləri Anamın kitabı əsərindəki Zəhra bəyim anaya da aiddir. Bəli. Bax, bu hissələr, bu 3 hissə, məsələ, keçən ilin son gecəsi əsərindəki Həmidə obrazı ilə də oxşardı. Həm qonşuları ilə münasibət yaxşı idi, həm övladlarına təmənnasız sevgi münasibət bəsləyirdi, həm də övladlarını oxutdurmuşdu. Daha sonra deyirik ki, övladlarına təmənnasız sevgi ilə münasibət göstərməsi, bu xüsusiyyətlər Ananın öyüdü əsərinə də aid edilə bilər. Ananın öyüdü. Həyat yoldaşı ölmüşdü, müəllif oğul obrazına münasibətini qabarıq şəkildə ifadə edir. Müharibə probleminə toxunulur. Müharibə probleminə toxunulur. Aha, burada harda toxunulurdu deyir. Müharibədə ölmüşdü, səhv eləmirəmsə. Bəli, orada ölmüşdü və körpəsini diryatızdıranda onu heç bildirmirdi də. Yəni, heç vaxtda müharibədə öldüyünü deməmişdi. Burada bir hissə var idi. Görüm o hardaydı. O hardasa var idi. Əsəri oxuyaq, baxarıq. O hissə var idi. Yəni, müharibədə dünyasını dəyişmişdi həyat yoldaşı və bundan sonra da o, belə deyək, uşağa da heç deməmişdi ki, atan rəhmətə gedib. Deməli, indi isə əsərin oxusuna baxaq. Bir gözəl, bir sevimli oğul böyütdü ana. O bəd uğursuz günü, ərinin öldüyünü bildirmədi heç ona. Bax, burada deməli, ərinin öldüyünü deyir, bildirmədi heç ona. Kədərli dalğa-dalğa doldusa da ürəyə, kədəri dalğa-dalğa doldusa da ürəyə, lakin nə saçı olaraq verdi əsən küləyə. Nə şivən etdi ana, ürəyində ağlayıb gülmək öyrətdi ona. Deməli, nə şivən qopardır, nə saçını yonur. Yəni, bu xüsusiyyətlər onda yox idi. Daha sonra ürəyində ağlayıb gülmək öyrətdi ona. Aha. Dözərək davanın da dərdinə, bəlasına, davanın da dərdinə, bəlasına, öz boğazından kəsib yedirdi balasına. Bir oğul böyütdü ki, gür çatma qaş, gensinə. Aha, bir deyir oğul böyütdü ki, gür çatma qaş, gensinə. Bir oğul böyütdü ki, oğul deyirəm sənə. Bir oğul böyütdü ki, oğul məktəb bitirib, oğul instituta qızıl medalla girdi. Ana fikirləşdi ki, gör neçə aya getdi. Ana yuxularında tez-tez Bakıya getdi. Deməli, sadəcə yuxularında gedir. Ana məktub yazdı ki, yanıltma gümanımı. Pul nədir? Pul deyirsən, göndərirəm canımı. Deməli, pul deyirsən, göndərirəm canımı. Nə zaman ki, oğlunun getdiyi 4 il oldu, deməli 4 il idi artıq getmişdi, məktubları kəsildi, gəlmədi, tətil oldu. Ananı fikir aldı, ananın əsdi dizi, ana müqəssir etdi, tramvayı, dənizi. Müqəssir, yəni günahkar. O yenə dözdü, durdu, o yolmadı saçını, yenə yolmur, səslədi qonşuları, əsmər, çiçək, bacını. Yenə də azalmadı ürəkdən bala dərdi, onlar oğul vermədi, onlar təsəlli verdi. Məktub dalınca axdı, Bakıya axdı. Ana da məktubların dalınca baxdı. Məktublarsa Bakını dolanıb gəzdi gəldi. Məktublar əzi üzük, məktublar bezdi gəldi. Ana yenə də baxdı, gah dolama yollara, gah da oğul boyuna həsrət qalan qollara. Gah yollara baxır, gah da oğul boyuna həsrət qalan qollarına baxır. Daha sonra ana oğul böyütdü, gür çatma qaş gensinə. Ana oğul böyütdü, özgəyə qismət oldu. Ana fikirləşdi ki, mən neyləmişəm sənə? Bu nə oğulluq oldu? Bu nə məhəbbət oldu? Deməli, burada bədii sualdan da istifadə olunubdu. Bu nə oğulluq oldu? Bu nə məhəbbət oldu? Daha sonra
Ana bilsəydi əgər böyütməzdi oğlunu. Yox, bunu yandım dedim. Yenə atmazdı onu. Deməli, bu isə müəllifin fikridir. Ana bilsəydi əgər böyütməzdi oğlunu. Yox, bunu yandım dedim. Yenə atmazdı onu. Bir gözəl, bir sevimli oğul böyütdü ana. Ürəyində ağlayıb gülmək öyrətdi ona. Oğul nədir etdiyin? Bəs bu haqq say üçün. Oğul deyir, nədir etdiyin? Bu haqq say üçün. Qaytar onun ömrünə neçə gecə, neçə gün. Deməli, ondan o gecələri, o günləri qaytarmağını istəyir. Qaytar onun saçının qaralığını geri. Saçının qaralığını geri istəyir. Qaytar o dilindəki şirin-şirin sözləri. O sözü, o söhbəti, gülüşü anan verib. Ana dodaqlarından bala dodaqlarına. İndi ondan gen gəzən oğul ayaqlarına yerişi anan verib. İndi deyir ondan gen gəzən deyir oğul ayaqlarına deyir yerişi anan verib. Qaytarsan o sözləri sözsüz bir lal olarsan. Qaytarsan o yerişi yerindəcə qalarsan. Qaytarsan o gülüşü hırıldamazsan daha. Qaytar onları, qaytar qoyma sabaha. Deməli, qaytar, onları qaytar. Yenə burada təkrirdən istifadə olunub. Anaforadan. Sən ki dərd verdin oğul, sənə gülüş verənə. Oğul demərəm sənə. Deyirəm ki o boyu, buxunu qaytar geri. Deməli, həm boyu, buxunu qaytar geri. Deyirəm ki varını, yoxunu qaytar geri. Qaytar onun borcunu, gülüşünü, adını, sözünü qaytar geri. Qaytar ana borcunu. O borc sənin özünsən. Özünü qaytar geri. Möhtəşəm bir əsərdir həqiqətən. Belə, əsər barədə maraqlı gələn, maraqlı olan və yaxud da sual, hansı bir sual yaranarsa, şərh bölümündə yaza bilərsiniz. Məmnuniyyətlə cavablandıra bilərəm. Sağlıqla.